Üçündən birini seç və baxaq görəsən nələr gözləyir. Birinci kartı seçən insanlar sizi ilərdə krallar kimi hiss etdirəcək təklifləri gözlər. Yenilik, relaks, huzur gəlir. Xüsusilə də duyğusal həyat ön plana keçə bilər. Eyni zamanda maddi rifah, eyni zamanda da xoş səyahət, gəzinti, istirahət və s. Və baxaq. İkinci kartı seçən insanlar sizin həyatınızda elə bir dönəm, elə bir başlanğıc görünür ki, burada qərarları siz verəcəksiniz. Xaricdə təhsil, uzaq ölkəyə səyahət, uzaq məsafəyə getmək, yeni iş, yeni karyera, yeni başlanğıc və hər şey öz əlində cəmləmək və istədiyin kimi idarə eləmək dönəmi gəlir. Və nəhayət üçüncü kartı seçən insanlar, bu insanlar susan, hər şeyi içine atan və özündən çox verən fədakar insanlardır. Amma onlar bilmir ki, zaman savaş zamanıdır. Ayağa qalxsanız hər şey dəyişəcəksiniz.